Salam əziz izləyicilər, bugün sizlərlə qaleti şirniyyatının reseptini bölüşəcəyəm. Yay aylarında tez bazar ləzzətli şirniyyat hazırlamaq istəyirsinizsə, bu resept tam sizlikdir. Bir stəkan unun üzərinə 100 qram yağ əlavə edib əlimizlə umaz halına gətiririk. Umacın üzərinə 4 yemək qaşığı soyuq su əlavə edib qarışdırırıq. Hazırladığımız xəmiri yüngülvari yoğurmadan toplayırıq. Bu xəmirin yoğurulmağa ehtiyacı yoxdur. Streçə büküb 15 dəqiqə soyuducuda saxlayırıq. Üzərinə düzəcəyimiz meyvələri yuyub dilimlərə bölürük. Xəmiri soyuducudan çıxardıb 3-4 mm qalınlığında yayırıq. Meyvənin su salıb xəmiri islatmaması üçün 1 yemək qaşığı qarğıdalı nişastasını xəmirin üzərinə çəkirik. Nişastanı manna və ya xırda doğranmış qozla da əvəz edə bilərsiniz. Nişastanın üzərindən istədiyiniz meyvələri dilimləyib düzə bilərsiniz. Mən şaftalı xoşladığım üçün 2 ədəd şaftalını dilimləyib nişastanın üzərinə düzdüm. Xəmirin qıraqlarını da videoda gördüyünüz kimi şaftalının üzərinə qatlayırıq. Dilimlərin üzərinə 2 yemək qaşığı şəkər tozu səpirik və öncədən isidilmiş 180 dərəcəli sobada 30 dəqiqəyə yaxın bişiririk. Artıq şirniyyatımız hazırdır. Hazır olduqdan sonra isə üzərinə pudra şəkəri səpirik. Bu qədər əziz izləyicilər. Videomu bəyənməyi və hələ də kanalıma abunə deyilsinizsə, kanalıma abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın. Yeni videolarda görüşənə qədər. Hələlik.